Salam dəyərli izləyicilər. Bir neçə ay öncə Azərbaycan səhiyyəsi üçün ilk yaşandı. Belə ki, meyit donorunun orqanlarının transplantasiyası əməliyyatı həyata keçirildi. Bu əməliyyat ümumiyyətlə transplantasiya ilə bağlı hüquqi baza Azərbaycan qanunvericiliyində 2000-lərdən bəri var. Lakin ilk dəfə olaraq 2025-ci ilin fevral ayında meyit donorunun orqanının transplantasiyası əməliyyatı baş tutdu və bugünkü qonağımız da bu əməliyyatı uğurla icra edən həkim tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımidir. Xoş gəlmisiniz Mircəlal bəy. Sağ olun, xoş gününüz olsun. Əvvəlcə təbrik edirəm sizi bu uğurlu əməliyyat münasibətilə. Və əvvəlcə əməliyyat barədə biraz məlumat verərdiniz. Pasiyentinizin xəstəliyi hansı səviyyədə idi və necə oldu ki, transplantasiya barədə qərara gəlindi? Həyatımızı, bizim düşüncələrimizi, bizim hisslərimizi, bizim bu dəqiqə bir-birimizə söhbətimizi ürəyimiz tənzim etmir. Bizim beynimiz tənzimləyir bunları. İnsanlar sevəndə də beyinlə sevir, hər hansı bir yerə gedəndə də beyni ilə gedir, oxuyanda da beyni ilə gedir. Beyin bunu idarə edir, ürək idarə eləmir. Daha əvvəldən belə bir düşüncə tərzi var idi ki, insan həyatda qalması üçün ürəyinin fəaliyyət göstərməyi lazımdır. Ürək dayandısa insan öldü, ürək döyünürsə insan ölmədi deməkdir. Birinci beyin ölməlidir ki, insan öldü desin. Beyin öldükdən sonra, beyin ölümü baş verdikdən sonra maksimum 2 sutka yarım zaman keçdikdən sonra artıq ürək fəaliyyəti dayanır. Ürək fəaliyyəti dayandıqdan sonra isə digər orqanlarımız da məhvə doğru gedir. Məsələ burasındadır ki, ürəyimiz kobud desəm bir motor funksiyasını yerinə yetirir. Yəni qanı, oksigenlə zənginləşmiş qanı orqanizmə qovur. Ağciyərlərə, orqanlara, aşağı ətraflara, yuxarı ətraflara qanı qovur. Onun funksiyası motor funksiyasıdır. Beyin ölümü həyata keçən insanlarda isə artıq o donor ola bilər deyə reanimasiya, onca demək reanimasiya şöbəsində beyin ölmüş olmuş olmalıdır. Xüsusi tədbirlər görülür ki, orqanizmdəki ürək nə qədər ki döyünür, həmin müddət ərzində orqanlar pozulmasın, sıradan çıxmasın, ta o vaxta qədər ki, orqanların alınması əməliyyatına icra olunsun. Yəni təxminən 2-3 gün ərzində bu proses baş tutmalıdır. Maksimum ürəkdə dayanacaq. Əgər hər hansı bir tədbir görülməzsə, orqanlar da sıradan çıxacaq. İndi burada məsələ burasındadır ki, orqanlar nə vaxt alına bilər? Hər beyin ölümü həyata keçən insandan orqan alınırmı? Burada razılıq əsasındadır bu. Bizim qanunlarımızın, daha doğrusu bizim qanunumuzun ən əsas xüsusiyyətindən biri də ondan ibarətdir ki, bu daha humanist qanundur. Dünyada orqan transplantasiyası üzrə 2 qanuni sistem var. Opt-in, opt-out buna deyirlər. Bunlar nədir? Bu odur ki, elə dövlətlər var ki, bunların içərisində Avropa dövlətləri də var, keçmiş SSR-in MDB ölkələri də var qanun içərisində. Onlarda meyit, yəni beyin ölümü həyata keçmiş şəxs dövlətə məxsusdur. Yəni əgər xəstəxanada həmin şəxsə beyin ölümü diaqnozu qoyulubsa, onun orqanların alınması üçün heç kimdən icazə alınmır. Yəni dövlət qərar verir, Bəli, yaxınları yox. Tibbi olaraq qərar verir. Amma daha humanist olanı və bizim də ölkə həmin sistemin içərisindədir ki, bizim qanunumuz, bizdə vətəndaşın öz rızası lazımdır. Bu necə olur? Orqan donorluğu və transplantasiya koordinasiya mərkəzində hər birimiz gedib orqanlarımızı bağışlaya bilərik, bəyan eləyə bilərik və ya bağışlamaya bilərik. Bu tərəfi də var işin. Eyni zamanda orqan donorluğu və transplantasiya koordinasiya mərkəzi rəsmi saytında asan imza ilə orqanlarımızı yenə də bağışlaya da bilərik, bağışlamaya da bilərik. Bu nə deməkdir? Biz həmin bəyannamə ilə imzalayaraq orqanlarımızın hamısını və yaxud da ki, bütün orqanlarımı bağışlayıram, qaraciyərimi bağışlamıram şəklində orada işarə eləyirik və orqanları bağışlaya bilərik. Və yaxud da ki, heç bir orqanımı bağışlamıram. İnsanlar yanlış anlamasın. Çünki bütün ölkələrdə bu negativ halların ola bilər xəyalları var ki, yox, yalandan dedilər, beyin ölümü yox idi, yalandan beyin ölümünü yazdılar və s. və kimi hallar. Beyin ölümü diaqnozu qoyulur, 12-24 saat sonra həmin test bir də təkrarlanır ki, təsdiqlənsin ki, həqiqətən mi beyin ölümü olub. Çünki bəzən olur, bəzi dərman preparatların qəbulu, bəzi anestetik dərmanların qəbulu, bəzi xəstəliklər beyin ölümünün testlərini imitasiya eləyə bilir. Ona görə də hər ölkənin bir qanunu 6 saat, 12 saat, 24 saatdan sonra bu test bir daha təkrarlanır. Əgər təsdiqlənərsə, dediyim biraz əvvəl qeyd edim ki, 2 və 3 mütəxəssisin iştirakı ilə ayrı-ayrı bəyanı ilə
Hər bir mütəxəssis öz testini eləyir. Əgər təsdiqlənərsə ki, bəli, artıq beyin ölümü bir mənalı var burada, ondan sonra artıq orqan transplantasiyası aktuallaşır. İndi bu əməliyyatı həyata keçirdiniz xanım deyək də. Ona donor olan şəxs özü öncədən razılıq vermişdimi, yoxsa onda beyin ölümü gerçəkləşəndən sonra yaxınları mı icazə verdi buna? Hal-hazırda məndə olan məlumata görə təqribən 600-dən çox insanımız artıq sağlığında orqanların bağışlanması üçün bəyannamə imzalayıb. Yəni bu rəsmi rəqəmdir də 600-ə yaxın. Bəli. Bu dediyiniz fakt ki, hansı ki bu ilin fevral ayında ölkəmizdə, regionda bu da qürurlu bir şeydir ölkəmiz adına. 2 ilk burada imza atıldı. 1, beyin ölümü həyata keçirmiş insanlardan orqan alındı. İkincisi isə alınmış orqan ehtiyacı olan xəstəyə köçürüldü, nəql edildi. Bu günə qədər fevral ayından 6 beyin ölümü həyata keçirmiş insandan 6 qaraciyər, 9 böyrək və gözün buynuz qışaları alınıb. O 6 insanın heç bir sağlığında orqanların bağışlanması haqqında hər hansı bir bəyan və ya bağışlanması bəyannamə imzalamayıb. O şəxslərin yaxın ailə üzvləri tərəfindən orqanlar bağışlanılıb. İndi mən sizə belə bir şey də deyim. Çox mənim üçün maraqlı bir fakt oldu. Mən düşünmürdüm ki, bu sürətlə insanlarımız orqanlarını bağışlayar. Bir orta yaşlı kişi beyin ölümü olmuşdu, dünyasını dəyişmişdi. Onun orqanlarının bağışlanması üçün ailəsinə icazə almaq lazım idi. Türkiyədəki qanun belədir ki, ailə şəxs sağlığında bağışlamış olsa belə ailədən yenə də icazə alınır. Dedilər ki, bəs ailə üzvləri kimdir? Dedilər, böyük bacıları var. Onlar da bir 60-65 yaşında. Bəs ondan icazə almaq lazımdır. Qadın da çox belə zəhmli, belə hiss olunur ki, ailədə bunun sözü keçir, bu nə desə odur, belə ağayana qadın. Bizim koordinator yaxınlaşdığına, o da kişidir koordinatorumuz, Atabəy. Dedi ki, bəs mən sən söhbət eləmək istəyirəm. Mən də maraqlı idi ki, bu necə olur proses. İndi yadıma düşəndə belə mənim özümə də belə hissləri hakim olmur. Dedi ki, bəs bu dünyasını dəyişib artıq, beyin ölümü olub. Sizin də əlinizdə fürsət var, onun kimi xəstələr var. Hansı ki, transplantasiya olsa, ürəyə kiməsə getsə, onda döyünəcək. Ciyəri kiməsə getsə, onda fəaliyyət həyata qayıdacaq. Və siz orqanı bağışlayarsınızmı? Qadın bir kəlmə dedi ki, mənim qardaşım ölüb. Bütün dünya gözümün qabağında yansa vecimə deyil. Koordinator da üzrxahlıq üzr istədi, dedi, bəs heç uyğun bir olmadı, üzrxahlıq getdi. Nəsə biz çıxdıq. Mən də transplantasiya komandasında işləyirdim və orqanların alınması qrupunun rəhbəri idim. Dedilər ki, bəs axşamüstü idi artıq. Dedilər ki, bəs həmin ailə orqanını bağışlayıb. Orqanları gedib əməliyyat yoluna almaq lazımdır. Necə? Bəs bir neçə saat sonra qadın özü koordinatora zəng eləyib. Deyib ki, bəs mən üzr istəyirəm, çox belə hisslər içərisində idim. Mən orqanları bağışlayıram. Bu məsələyə də toxunmaq istirdim. Yəni düşünürəm ki, bu şərq insanında və yaxud da Azərbaycanda, Türkiyədə insanlar biraz vəfat eləmiş yaxınına qarşı daha çox emosional məna yükləyirlər və onun bəlkə də burada dinin də müəyyən rolu var. Yəni onun tam şəkildə torpağa tapşırılmağını istəyir. Məsələn, Avropada illərdir ki, bu cür əməliyyatlar həyata keçirilir və Avropalılar buna daha rasional yanaşırlar ki, ola bilər mənim övladım ölüb, sevgilim ölüb, həyat yoldaşım ölüb və yaxud da atam ölüb, onun orqanı hansısa başqa bir insana həyat verəcək və onun orqanı başqa bir insanın bədənində yaşayacaqdır. Bu cür yanaşırlar. Məsələn, indi Azərbaycanda necə eləyə bilərik ki, bax indi siz birinci dəfə bu əməliyyatı həyata keçirdiniz də, necə eləyə bilərik ki, insanlarımız buna emosional deyil də daha rasional yanaşsınlar? Mən illərdir bu işin içərisində, 2008-ci ildən Azərbaycanda, ondan qabaq 6-7 il Türkiyədə. Burada bilirsiniz nədir? Bir dəfə bir diskusiyamızda oldu, bir verilişdə, başqa qonaqlar da var idi. Eyni mövzunu dedilər. Tanınmış bir adam da var, dedi ki, bizim insanlarımızın mentalitetinə uyğun deyil, bağışlamaz orqanını. Mən dedim ki, xahiş edirəm, üzr istəyirəm, bir qadın idi. Dedim ki, xanım, üzr istəyirəm, siz öz mentalitetinizdən danışın. İnsanlarımızın, millətin mentalitetinə danışmaq lazım deyil. Öz adınızdan danışın. Siz başqasının yerinə necə qərar verə bilərsiniz ki? Tək orqan transplantasiyası deyil, insanların hər hansı bir işi etməsi üçün o işə inanmalıdır. Biz birinci tibb işçilər olaraq insanlarımıza o inamı verməliyik. O inam nədən ibarətdir? O inam ondan ibarətdir ki, orqanını bağışlayan şəxs sağlığında ikən və yaxud da ki, dünyasını dəyişən yaxınının orqanını bağışlayan şəxs tam əmin olmalıdır ki, onun bağışlamış olduğu orqan
həqiqətən də ehtiyacı olan bir şəxsə gedəcək. Kimsə də onun bağışladığı orqan üzərindən ticarət eləməyəcək. Maariflənmək və təhsil vacib məsələdir. Bəzən də deyirlər ki, yox, bizim müsəlman dini insanlar bağışlamaz, xeyr, əlaqəsi yoxdur. İslam dini özü buna təşviq eləyir. Məsələn, ən çox bizim istifadə etdiyimiz Quran-Kərimdə Maidə 32-ci ayədə bir insanı yaşatmaq bəşəriyyətdə gəlmiş bütün insanları yaşatmaq qədər savabdır ayəsi var. Bu nə deməkdir? Belə bir insanı yaşatmaqdır da. Orqanlarını bağışlayaraq insanı yaşatmaqdır. Burada digər bir məsələ işin maliyyə tərəfidir. Mən sosial mediada sizin əməliyyatınızla bağlı paylaşım olunanda altda yazılan rəylər əsasında bu sualı verirəm sizə. Transplantasiya əməliyyatı həyata keçirilən şəxs bunun üçün nə qədər ödəniş eləyir və ya ümumiyyətlə eləyirmi və ümumiyyətlə orqanını bağışlayan şəxs üçün ödəniş olunurmu, yoxsa yaxınlarına ödəniş olunurmu? Orqan transplantasiya əməliyyatı sosial bir məsələdir. Bütün sosial problemlər dövlətin dəstəyi altındadır. Orqan transplantasiyası da həmçinin və digər tibbi məsələlərdə 23-cü ilin fevral ayından etibarən artıq icbari tibbi sığortanın xidmətlər zərfinə orqan transplantasiya əməliyyatları daxildir. Həm qaraciyər, həm böyrək transplantasiya əməliyyatı düzdür, limitlidir. 150 böyrək transplantasiya, 100 qaraciyər transplantasiya əməliyyatı il ərzində daxildir. Belə deyim sizə, ən aktiv orqan transplantasiyası ilə mərkəz mənim fəaliyyət göstərdiyim bizim mərkəzimizdir. Digər mərkəzlərə birlikdə toplamda biz o rəqəmi doldura bilməmişik. Yəni 150 böyrək bir il ərzində 100 qaraciyər transplantasiya ölkə üçün icra olunmayıb. Yəni bu rəqəm yetərlidir. Onsuz da təcrübə onu göstərib ki, icbari tibbi sığortanın yarandığı zaman müəyyən əməliyyatlar da limitli olmuşdu. Ondan sonra limit açılmışdı. Yəqin ki, limitdə də artıq qaldırılacaq. Eyni zamanda meyitin orqan transplantasiyası da icbari tibbi sığorta xidmətlər zərfi daxilində ödənilir. Ayrıca yəqin ki, 26-cı ildə xidmətlər zərfi eşitdiyim qədərilə yenilənməlidir. Orada meyitin orqan transplantasiyası da müəyyən müddəalarda ora daxil olacaq. Amma faktiki olaraq bu gün meyitin orqan transplantasiyası da icbari tibbi sığorta xidmətlər zərfi daxilindədir. Ailələr heç bir şey ödənilməz. Bu bütün dünyada belədir. Yəni, orqanını bağışlayan ailə üçün heç bir şey ödənilmir. Bu bəxşişdir. Bu hədiyyədir. Bunun qarşılığı olarsa, bu artıq illegal bir işə girər, orqan ticarətinə girər. Müəyyən dövlətlərdə belə bir modellər var. Orqanlarını bağışlayan, istər meyit orqanı olsun, istər canlı donor olsun. Canlı donordan böyrəkdən söhbət gedir və ya qaraciyərin bir hissəsindən. Onu hədiyyə edən, onu verən insanlara dövlət tərəfindən müəyyən bir ödənişlər olan dövlətlər var, modellər var. Amma o qədər də humanizm baxımından özünü doğrulmur. Çünki belə bir şey olsa, sosial-iqtisadi vəziyyəti aşağı olan ölkələrdə insanlar orqanları satmağa meyllənər. Bu olmaz. Bizim ölkəmizdə də belə bir şey yoxdur. Donorun ailəsinə hər hansı bir ödəniş, hər hansı bir şey yoxdur. Hətta bütün dünyada olduğu kimi bizdə də orqanları bağışlamış ailələr gizlidir, konfidensialdır. Onlar heç kim bilmir kimdir onlar. Heç mən şəxsən bütün xəstələri hələ ki bu günə qədər onlar mən əməliyyat eləmişəm, orqanları bağışlananlar. Mən onların şəxsiyyəti kimdir, haralıdır, ailəsi kimdir? Mən onlara haqqında məlumatım yoxdur. Mən elə çıxışımın əvvəlində demişdim ki, ümumiyyətlə orqan transplantasiyası 2000-lərdən bəri Azərbaycan qanunvericiliyində bunun hüquqi bazası var. Amma səhv eləmirəmsə 2022-ci ildə idi Milli Məclisdə bununla bağlı yeni qanun layihəsi qəbul olunur və orada beyin ölümü ilk dəfə beyin ölümü ifadəsi hüquqi status qazanır. Amma belə bir şey var ki, məsələn 2022-dən bəri və yaxud da 2020 olsun fərq etməz də. İndiyə qədər belə bir qanun var, amma nəyə görə bu əməliyyat transplantasiya həyata keçirilməyib meyidi, yəni ölmüş şəxs üzərindən. Yəni tamam, bunun emosional tərəfini başa düşdük ki, bəzi insanlar istəmir. Bir də bunun tibbi tərəfi var. Azərbaycan səhiyyəsi buna hazır deyildimi? Ümumiyyətlə orqan transplantasiyasında ən çətin əməliyyat canlı donorlu transplantasiyadır. Yəni canlı donordan alınan orqanlarla aparılan transplantasiya ən çətin növüdür. Biz artıq bunu eləyirdik. Meyitdən alınan orqan transplantasiyası onun yanında daha rahat və daha texniki olaraq asan icra olunan əməliyyatdır. Buna biz hazır olmalıydıq. Çünki orqan transplantasiyası tək təbabəti özündə birləşdirmir. Orqan transplantasiyası tibbi, hüquqi və sosial məsələlər özündə birləşdirir. Ona görə də qanunun yenilənməsi biraz çəkdi. Hardasa təqribən 2 ildən çox işçi qrup üzvlərindən biri də mən idim. İşçi qrup bunun üzərində biz işlədik. Milli Məclisin Səhiyyə Komitəsi tərəfindən biz işçi qrupa daxil edilmişdik. 2 ildən çox müddətdə bunun qanun
işlənməsi üçün müəyyən məsələlər var, onlara həll olundu. Bunun biraz əvvəl qeyd etdiyiniz maliyyələşmə məsələsi həll olundu. Digər tərəfdən bunun sosial məsələləri də var axı. Yəni hansı tibb müəssisələri transplantasiya eləyə bilər, hansı tibb müəssisələri transplantasiya eləyə bilməz, mütəxəssislər kimlər olmalıdır, mütəxəssislərin kriteriyası necə olmalıdır, tibb müəssisələri buna hazırlıqlı olmalıdır. Bütün bu məsələlərin həlli tapıldıqdan sonra artıq beyin ölümü diaqnozu qoyulmağa başlandı və beyin ölümü diaqnozu qoyulduqdan sonra orqan transplantasiya əməliyyatına artıq keçid oldu. Tarix səhv deyirəm, xatırlamıram. Səhiyyə Nazirinin kollegiya qərarı ilə beyin ölümü kriteriyaları təsdiqləndi və protokol hazırlandı, xəstəxanalara paylanıldı və o protokol əsasında artıq beyin ölümü diaqnozu qoyulmağa başlandı. Yenə təkrar edəcəm, beyin ölümü diaqnozunun qoyulması transplantasiya məqsədli deyil. Beyin ölümünün diaqnozu diaqnoz olaraq ölüm səbəbinin ortaya qoyulmasıdır. Artıq transplantasiya ikinci mərhələdir. Ondan sonrakı etapdır ki, beyin ölümü diaqnozu qoyulduqdan sonra transplantasiya olunsun. Bir də xəstəxanaların reanimasiyada süni tənəffüs cihazı olan xəstə başına illik statistik olaraq bir rəqəm var ki, o qədər beyin ölümü diaqnozu qoyulmuş olmalıdır. Təşəkkür edirəm Mircəlal təşəkkür həkim, edirəm ətraflı məlumatınız üçün və uğurlarınız daim olsun. Bu Azərbaycan səhiyyəsi üçün də unikal bir hadisə idi. Belə dəyərli izləyicilər, ümumiyyətlə meyit donorların orqanlarının köçürülməsinə sadəcə bir əməliyyat kimi baxmaq lazım deyil. Bu həm də yəni biraz obrazlı ifadə eləsəm, düşünürəm ki, ölümlə həyat arasında bir körpüdür və Azərbaycan səhiyyəsi üçün də bu əməliyyat bayaq da qeyd etdiyim kimi çox unikal bir əməliyyat idi. Hansı ki, minlərlə insana həyat bəxş eləyəcək, yeni bir həyat bəxş eləyəcək və ümid qapısı deməkdir. Hansı ki, nə qədər insan bu cür əməliyyatları gözləyirdi. Və unutmayaq ki, bəzən verəcəyimiz bir qərar nə qədər çətin olsa da, əslində bu bir çox insanın xoşbəxtliyinə səbəb ola bilər.